Həyatımda ilk dəfə heyvan bazarına getdim. Özü də Türkiyədə. Qaynanama qurbanlıq almaq üçün bazara yollandıq. O isə bizdən fərqli olaraq keçi almaq istəyirdi. İlk dəfə idi ki, bu qədər böyük keçilər görürdüm. Bəziləri 97, bəziləri isə 120 kilo idi. Ətin kilosu isə təxmini 15 manatdan hesablanırdı keçi üçün. Qaynanam buynuzsuz, onların dili ilə desək, kabak keçi axtarırdı. Amma onların qiyməti daha baha idi. Nəhayət 97 kiloluq bir keçi seçdik. Bazarın içində tərəziyə çıxardılar və 1400 manata aldıq. Mənə maraqlı gələn məqamlardan biri də o idi ki, bələdiyyə maşınları bazarın içində tez-tez dezinfeksiya edici dərman səpərək milçəklərə qarşı mübarizə aparırdı. Keçini aldıqdan sonra isə başqa macəra başladı. Bizim maşına sığmadığı üçün qonşunun Ford kamyoneti ilə evə apardıq. Türkiyədə ilk heyvan bazarı təcrübəm belə oldu. Bəs siz necə? Heç heyvan bazarına getmisiniz? Vuracağım səni Fərdi baba. Balıqsız gəlmişim. Balıqsız gəlmişim.